Əziz, axı bu məsələn əsəbləşmək deyirsən, bu şeylər deyirsən, bu insana məxsus bir şeylərdir. Sən elə bir insan görübsən ki, bunlar yəni olmasın da. Razıyam. Yəni Razıyam. çox yəni Razıyam. nadir Dünyanın hallardır. yalnız 3% belədir. Və xoşbəxtdirlər. 3%. 3% bunu eləyən insanlar var. Amma Aha. xoşbəxtdirlər. Və bizim işimiz o 3%-ə ən azından getməyə başlamaqdır, ən az ora yönəlməkdir. Aha. Və bu biraz çətindir. Asan Çətindir, deyil. insan dəyişir. Asan deyil. Yaddaş bədəndə sudadır, doğrumu? Belə çıxır ki, bizim keçirdiyimiz bütün hisslər bütün bədəndə hələ də qalıb, yaddaşdadır. Və nəticə etibarilə əgər su qalırsa, qaralır, negativ su. Doğrumu? Nəticədə nə edir? Başlayır bədən öz-özünü zəhərləməyə. İntoksikasiya getməyə. Bunu hətta mən belə göstərə bilərəm. Bizim mənfi enerjilər və müsbət enerjilərimiz var. Mən bunu həmişə deyəndə bunu tam anlamırdım. Yəni bizim bədənimizdə 2 canavar var da, deyir, hansı canavarı yedizdirsən, o da sənə dəstək olacaq və yaxud da səni dağıdacaq. Bu elə yaranmışıq ki, bizim 2 dənə enerjimiz var. Mənfi enerjilər bir tərəfdə. Qab düşün burada. Bir tərəfdə mənfi enerjilərdir, bir tərəfdə müsbət enerjilərdir. Biz həddən çox kədər, əsəb, qorxu və depressiya olanda bu qab başlayır dolmağa. Dolandan sonra daşır. Dolandan sonra daşanda neytral idarə ediciyə, yəni mədəyə düşür. Neytral idarə edici siqnal verir iradəyə, yəni qəlbə. İradə əmr eləyir ağla ki, dağıt bunu. Və sən orada artıq dağılırsan, xəstəlik tapırsan. İnsanlar sağlam gəlirdi, amma niyəsə görə 40, 45, 50 yaşında xəstələndilər və ciddi xəstəliklər gəlir. Durduq yerə niyəsə görə kiməsə narkoz artıq eləyirlər, hansısa əməliyyatda, kiməsə görə infeksiya salırlar. Son vaxtlarda hətta statistika ürəkdən, yəni baya çoxdur. Niyə? Bax, ürəyi rəhmətə gedənlər var. Külək faizi bax düz göstərir ki, ürəyin üstündədir. Yəni külək daha çox burdadır, ciyərlərdədir və ürəkdədir. Külək bizə verirdi kədər. Bir yasda hamı valeriyan içir. Yəni dərman içir ki, kədərlənməz. Ürəkləri hamının ağrıyır, hamımızın. Çünki çox ağlayırıq. Əslində ağlamaq yaxşıdır. İçindəki su vasitəsilə bütün kədəri atırsan yenə, qalmır bədəndə. Bunu atırsan. Amma bunu davam elətdirəndə gəlir yaranır xəstəliklər. Xəstəliklər də hər şüur sayına görə fərqlidir. Və həmin xanım şüur sayı 9 idi. Dedim bir baxaq görək sizdə hansı xəstəliklər var. Şüur sayı 9 ekzema, qan və infeksiyalar. Yəni xanım zaten durduğu yerə əməliyyatda, əməliyyat normal keçməkdir, amma börəyinə infeksiya salır. Və nəticədə börəyin biri getdi. Öyle. Və xanım 20 ildir bir tək börəklə yaşayır. Və hələ də bu narahatçılıqlar var ki, mən niyə həkim deyiləm? Missiya birdir. Yəni bu zaman insanın 2 variantı var. İnsan ya kədəri qəbul eləməlidir ki, bunun necəsə bir düzəlişi olacaq. Yəni bunu davam elətdirirsə xəstəliyə gəlir. İndi digər bir mövzunu misal çəkeyim. Kök olan insanlarla bağlı deyəcəm. Hə, maraqlı mövzudur. Çoxunu bara. Kamal bəy danışmışlar, amma mən biraz daha da deyəcəm. Qəşəng ətraflı danışmışdı. Hamısını izah eləmişdi. Bilinən məlumatım var. Deməli baxın, bədəndə 6% külək var. Düzdürmü? Külək. Bax burdadır. Bu normaldır. Amma biz uzun müddət kədərlənəndə, qorxanda nədənsə, bu külək faizi bədəndə artır. Yəni olur 16%, 20%, 25%. Nəticədə külək nədir? Hava. Bədən başlayır işməyə. Neynəsən də arıqlaya bilmirsən. Çünki o yağ deyil, o bədəndə hər hansısa su deyil, havadır. İnsan bunu bədəndən çıxartmağı öyrənməlidir sadəcə olaraq. Bu havanı əvvəlki vəziyyətinə qaytarmağı, birinci kədəri buraxmağı öyrənməlidir. Bunu insanlar bacarmır ki, seansda bunu göstərir ki, necə eləsinlər. Konkret texnikalar var. Və buraxmağı öyrənəndən sonra insan başlayır arıqlamağa. Amma kədəri buraxmayana qədər, burada hələ də ilişib qalanda heç cürə təsirləmir. Yəni sən nə qədər arıqlayırsan, arıqla, illa ki təzədən kökələcəksən. Adam var deyir ki, bir dənə belə tikə çörək yedim, şişdim oldum bu boyda.